Salamlar. Mən uzman doktor Elgün Hacıyev, uroloq, androloq. YouTube kanalıma xoş gəlmisiniz. Bugünkü mövzumuz androlojik problemlərimizi dərmansız yaxşılaşdırmaq və bunu necə edə bilərik, onun haqqında danışacağıq. Cinsi zəifliklə, erkən boşalma şikayətləri ilə, prostat şikayətləri ilə gələn pasientlərimizə hər zaman dərmanları əl atmırıq və yaxud da iynələrdən falanlardan da istifadə etmirik. Bu ilk başda pasientlərimizə biz Kegel məşqlərini tövsiyə edirik. Bu Kegel məşqləri nədir əslində? Kegel məşqləri xüsusən dərin çanaq əzələlərinin möhkəmlənməsi üçün istifadə olunan idman növüdür, ya da ki, məşq növüdür deyim. Dərin çanaq əzələlərinin funksiyası təkcə orada orqanları yuxarı tutmaq deyil, eyni zamanda onların düzgün şəkildə istifadə edilməsini də dəstəkləyir. Burada əgər sizdə çanaq əzələləri doğuşa bağlı ola bilər, yaşlanmaya bağlı ola bilər, uzun müddətli pasiv həyat yaşanmasına görə boşala bilir və ya öz gücünü itirə bilir və bu hallarda biz artıq ciddi miqdarda sərtləşmə problemlərindən, yəni cinsi zəiflikdən, erkən boşalmadan, prostatit şikayətlərindən əziyyət çəkə bilirik. Bəs nə etmək lazımdır? Hər gün gündə 2 dəfə olacaq şəkildə bir 10 dəqiqəmizi ayıraraq Kegel məşqləri edilməlidir. Oradakı yəni əzələlərin sıxıb buraxılması, ayaq məşqləri, anal nahiyədəki əzələ məşqi ilə biz oradakı əzələləri, çanaq əzələlərini ciddi miqdarda möhkəmlik əldə olunur və bu möhkəmliklə də biz öz sərtliyimizi daha güclü şəkildə edə bilərik. Yəni bunun üçün sadəcə cinsi zəiflikdən əziyyət çəkmək lazım deyil. Bunu profilaktik olaraq da öz gələcəkdəki cinsi gücümüzü daha da yaxşılaşdırmaq üçün bu Kegel məşqlərini eləyə bilərik. İkincisi isə boşalma aktında biz sadəcə beyinlə əlaqəli deyil, eyni zamanda oradakı əzələlərin tonusu ilə əlaqəlidir. Yəni o əzələlərin gərginliyi ilə əlaqəlidir. Orada əzələlər nə qədər gərgin olarsa, bizim də münasibət vaxtımız o qədər də uzun olur və oradakı yumşaqlıq da bizə ciddi şəkildə neqativ təsir eləyə bilir. Üçüncüsü isə bizə yaşa dolduqca müəyyən qədər prostat problemləri yaranır və bu prostat problemlərə bağlı da bizdə bəylərdə bu əzələlərin yumşalmasına görə sidik qaçırmaları olur. Yəni bu həm öskürəndə, askıranda, möhkəm güləndə həfifdən sidik qaçırmalar yaranır. Biz bunu da elə Kegel məşqləri ilə daha da yaxşılaşdıra bilirik və ciddi miqdarda 70%, 75%-ə qədər sidik qaçırmalarında, erkən boşalma problemlərində və sərtləşmə problemlərində yaxşılaşmalar görə bilirik. Video ilə əlaqəli suallarınızı komment bölməsində şərh olaraq yazıb suallarınıza cavab ala bilərsiniz. Bunun kimi videoların davamlı olmasını istəyirsinizsə YouTube kanalıma abunə olmağı unutmayın.